Videoma xoş gəlmisiniz. Bu gün də səhv eləyərək reels videoları izləyəcəyik. Zəhmət deyilsə videoma like at və kanalıma abunə ol. Videolar tez-tez gəlsin. Onsuz da bir gündən bir yeni videolar saat 19:00-da paylaşırıq. Çox uzatmayaraq keçdik videomuza. Ronaldo'nun mahnı oxumağını ilk dəfə görürəm. Dağlarda gəzən oğlan bu videonu görüb görəsən. O Messi çobandır burada. Sizcə Messi'yə çobanlıq yaraşır? Ronaldo'nun səsi çox qəşəngdir. Hardan oldu mən atım. Hadi 24 alda yazmış. Tamam ben aldın dördünden abi. Düz yerden he. Özü koysun. Hayır mən də Hep 48 dedin. Ne yaptın 48? Aldın dördünden. Davaya o bir dənə yaradıblar. Aldın dördünden kalmadı ne sen dedin. Dayak demədim ha müəllimə niyə dörd? Yemedim ben müellime ki niye dördü vermedin. Biz oynuyorduk. Domino da yaşlıların evini yıxacaq. Deyir avtobus gəlsə də sən sürməyə davam et. Buraya İsveçdir. Otobüs sana duracak, devam et, o duracak. Devam et. Tamam şimdi. Kaşki Azərbaycanda da belə olsaydı. Azərbaycanda əslində keçidlərdə dayananlar var, amma çox azdır, yəni retrik rast gəlinir. Piyadalarda da səhvlər olur. Keçiddən keçməyə yerinə maşın keçən yolla basıb keçirlər. Bu da sürücülərdə qıcıq yaradır. Sürücülər də buna görə piyada keçidlərində dayanmırlar. Sürücüdə də xəta olur, piyadada da xəta olur. Valla belə heç yaxşı yerə getmir. Ama arkasında bisikletliler olursa Buydu, həqiqətən düz yolla necə sürür uşaq. İsveç də çox qəşəng yerə bənzəyir. Bu nə maşındır belə? Bu maşını yəni alıb sürənin ağlı yoxdur da. Oy da maşına bax. Buna bir nəfər yəni güclə sıxışar. Yo, bir nəfər sıxışar amma. Güclə də olsa sıxışar. Burada çox gözəl bir məsələdir, hörmətli xanımlarımız. Gəlib dükanımızda əldə edə bilərsiniz. Sumqayıt şəhəri 13 Başdan aşağı kremliyib özünü. Kremlə çimri elə ver. Allah ağıl versin. Oy da. Qaqaş bilmirdi ki, itə satışanda belə olacaq. Bu nə səsliyə belə itdən çıxdı. Əsəbi duş görmüsən böyle. Bu çok əsəbi Vallahi heç görməmişəm. Həqiqətən ki, əsəbi duş görməmişəm. Baxaq bir, bu necə əsəbi duşdur. duş ya bu. Bunu artık. Bu da onun Belə baxanda əsəbi duşa oxşayır amma. Qoxumudur yəqin. Oy da. Us. Bunun vaxtında tez müalicə eləmək lazımdır, yoxsa ağır fəsadlar törədə bilər. Evdağdan səs. müştəri zəng edir. Alo. Oy, qaqaşdan çıxan səsə bax. Tamam hanım. Panorama PlayStation'da Oy ya. Bəli, Panorama PlayStation-da. biz dostlarımızla gelmek istiyoruz. Orada boş kabinет lazımdır bize. Aha, boş kabinet lazımdır, problem yoxdur. Neçə nəfər var? Boş bu səsi necə çıxarır görəsən. Dördəmə. Mən indi sizə hal-hazırda yer ayarlayıram. Kimdir o? Heç nə müştəri. O cürbəcür səslər çıxar. Alo. Sen kimsen ben yanımdaki hanıma zengin etsin, ha? Kardeş Həqiqətən əsl Evdağdan səs buna deyirlər. Brent Lux'tan aldığım tam orijinal ayaqqabı. Bu isə Bu heç olmasa ondan yaxşıdır. Ayaqqabılara bax bir dənə. 15 manata satılan bir ayaqqabı. Yəni fərqə Çox balaca ayaqqabı deyə məncə. bax. Salam aleyküm, axşamınız xeyir. Bir sual vermək istəyirəm. Buyurun. Tanıdınız mı məni? Bəli, Bəlkə izləyəsmənsə çalışıb edim. bəli izləyirəm. Xahiş edirəm. Qaqaşı dediyinə görə qaqaş izləyir. Takip eləmirəm amma belə izləyirəm. Takib eləmək, izləmək demək deyil. Qaqaşın yalanı çıxdı özü həqiqətən, hayf. Bu nə demək istəyir? Ad günü qeyd edir deyəsən. Oy do. Headshot. Pullarınızı çox qısa vaxtda 2 qat necə eləmək olar? Necə eləmək olar? Həqiqətən öyrənmək istəyirəm, ha. Bir çox maraqlı gəldi mənə. Qoyursunuz belə güzgün qabağından. Yaxşı fikirdir. 50-dirsə. Oldu 2 qat. Oy canavar. Boğulacaq qaqaş indi. Oy da. Qaytardı ki bu. Ata, mən güclüyəm yoxsa bu qatar? Əlbəttə ki sən oğlum. Mən səndən
Oydu. Axırda gələn səs eşitdiniz yəqin ki. Atanın yalanı da üzə çıxdı ya. Aha, Ronaldo nə etmək istəyir? Bu arada Ronaldo'nun futbolçu olduğunu bilir. Bir şey ses çıxarda bildiyini eşitməmişdim. İndi şahid oldum. Siz de görüyorsunuz. Görüyoruz. Bir seferde yutacağım. Yut bakalım. Az adam heç bunu eləməz. Video əslində olmadı ki, əslində kəsilir. Neyse. Eləmə, salfetkanı yemə. Elə bildim salfetkanı da basıb yeyəcək. Selamünaleyküm kıymetli takipçilerim. Özel bir ayakkabı. Ayakkabıya bak. 174 numara. Özel bir amcamız bunu özel yapmış. Şöyle Bunu kim giyinər görəsən? kösele. Kilo olarak da bakarsan hemen 100 kilodan fazla şöyle görüyorsunuz. Şöyle. Oydu. Yani değişik ayakkabı gördüm. Təmiz dəri deyə. Çekip paylaşmak istedim. Şöyle görüyorsunuz. Özel el yapım bir ayakkabı. Çok güzel. Rabbim bu yapan amcamıza da razı olsun. Herkese selamlar, hayırlı günler efendim. Qiyməti neçədir görəsən bunu? Qapağı hara getdi? Qapağın mədəyə getməsi çox ağır fəsadlar törətə bilər. Videonun axırı çox pis idi həqiqətən. Qardaş, girməsəydin olmazdı. Neynədin sən qardaş? Çox qəşəng hədiyyə idi. Deyilənə görə qardaş hələ də Nokia işlədir. Onlar arkadan hey miyav. Bende de var. Var. Öyle değil, bende de var. Bildiği de bildiği var. Ay Bende de var. Qışqırmasa hər qarşı çox qəşəng səsi var. Aynen. Bunu biliyor muydunuz? Hayır, bilmiyorum. Düz takarsanız 1 saatte %100 olur. Eğer arka kısmını takarsanız 60 dakikada %100 olur. Yo, bilmirəm. Bu videodan sonra ancaq onu bildim ki, burada qardaş demək istəyir ki, 1 saat 60 dəqiqə deyil. Marçıldatma da, bir dənə qoysan şapalağı ağzının üstünə. Ən zəhləm gedən işdir var. Elə bir qəsdən edir. Oy, qəşəng tutdu amma ki video qurma olmasaydı. Bu nə etmək istəyir? Həm vaxtını ziyan etmədən, həm südü ziyan etmədən rahat yəni içə bilərdi. Amma nəysə. Qardaş Kleyi reklam eləyir deyəsən. Qardaş gülür yoxsa ağlayır? Oy. Yaxşı Kleydir həqiqətən. Hoppa. Axırda nələr olacağını təxmin elədim. Nə pis oldu ya. Şimdi ürəyində söyüb. Ai, como um tomate com sal, né? Oy, o nə səs idi elə. Kim olsa yəni o səsi çıxarardı. Ay. Əla. Cavab bilmirdim.
Belə olur Neyse dostlar, bir videonun sonuna geldik. Gelen videoda görüşene dek sağ olun, sevilirsiniz.